Suraxanıda səyyar görüşlər davam edir. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü fevralın 24-də Hövsan qəsəbəsi 172 saylı tam orta ümumi təhsil məktəbində keçirilib. Səyyar görüşdə rayon icra hakimiyyətinin başçısının müavinləri, şöbə və sektor müdürləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Rayon sakinləri onları narahat edən müxtəlif məsələlərə toxunublar. Müraciətlər əsasən asfalt örtüyünün vurulması, bankomat quraşdırılması, sahibsiz heyvanların artması, işlə təmin olunma və sair məsələlərlə bağlı olub. Qeyd edilən müraciətlər nəzarətə götürülməklə icra hakimiyyətinin başçısı tərəfindən həlli ilə əlaqədar aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib. Həmçinin səyyar görüşdə rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa quruculuq işləri haqqında ətraflı məlumat verərək, dağıdılmış şəhər və kəndlərimizdə müasir standartlara uyğun ağıllı kənd və ağıllı şəhər layihələrinin uğurla icra olunduğunu vurğulayıb. O bildirib ki, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də məhz vətəndaş məmnunluğunun və dayanıqlı inkişafın təmin olunmasıdır.